Tələbə və yeni məzuna təcrübə işi var yoldaşlar. Kimsə əgər təcrübə toplamaq istəyirsə, onlar üçün müxtəlif təcrübə proqramları olur. Lakin mən onlardan birindən bəhs etmək istəyirəm bu videoda sizə. Deməli, 4C tələbə və yeni məzunlar üçün qış təcrübə proqramı elan edir. Bu yoldaşlar, əgər az öncə birazdan indi Allah qursa qeyd edəcəyim sahədə bilik və bacarıqları olan tələbə və yeni məzun olmuş şəxslər üçündür. Və bu sahədə siz öz bilik və bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Hansı sahələrdir? Mobil tətbiq tərtibatı, user interface, user experience, IT layihə koordinatorluğu, front-end, back-end tərtibatı, data analitika, data mühəndisliyi, süni intellekt, robotexnika, SMM, layihə hesabatlılığı, content yaradıcılığı və yaxud da ümumi bacarıqlar, problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları. Qeyd edim ki, bu təcrübə proqramı hibrid formasında da keçirilir. Bunun həftə ərzində, belə deyək, 2 gün ofisdə həyata keçirilir. Buna müraciət edə bilərsiniz. Yoldaşlar, son müraciət tarixi də hələ ki 23 yanvar 2026-cı ilə qədərdir. Buna da müraciət etməkdə dəstək istəyirəm. Və yaxud da digər təcrübə proqramlarıyla da tanış olmaq istəyirəm. Ümumiyyətlə, iş tapmacı səhifəsində çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harada görsə, kanala daxil olun, Toğrul Əzivoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var.